Ölkədə mövcud minimum əmək haqqı 9435 Tayland bahtıdır. Bu da 275 dollara bərabərdir. Bu və buna bənzər maaşları əsasən yaşlı nəsil alır, ancaq əyləncə və turizm sektorlarında çalışan insanlar ayda 1000 dollara qədər gəlir əldə edə bilirlər. Belə ki, 72 milyonluq ölkənin yaş ortalaması cəmi 33-dür və qadınların sayı kişilərə nisbətən 4 milyon çoxdur. Orada olduğunuz zaman özünüzü bir festivalın ortasında da tapa bilərsiniz. Bu ölkədə dünyanın heç bir yerində rast gəlinməyən özünə məxsus festivallar var. Onlardan biri Sankran adlanır. Taylandda yeni il bu festival vasitəsilə qeyd olunur və küçələrdə hamı bir-birinə su atır. Bunun məqsədi həmin il işlənmiş günahların su ilə yuyulub təmizləndiyinə inanmaqdır. Məsələn, qarşınızdakı insan sizi su ilə isladanda Tayland inancına görə günahlarınızdan təmizlənilmiş və uğursuzluğunuzu üzərinizdən atmış olursunuz. Bu festival o qədər populyardır ki, Bangkokda küçələr avtomobillər üçün bağlanır və turistlər də festivalın iştirakçısına çevrilirlər. Ona görə də tanımadığınız bir insan sizin üzünüzə, geyiminizə və ya əlinizdəki əşyalara su tökə bilər. Buna alışmalı olacaqsınız. Bu insanlar həqiqətən də çox rahatdır və dünyada ən çox su tapançası satılan ölkələrdən biri Taylanddır.